Salam uşaqlar. Salam. Uşaqlar, bugünkü dərsimiz riyaziyyat dərsidir. Təkrar olduğuna görə təbiətin qoynunda riyaziyyat dərsini keçək. Oldu mu? Maraqlı olsun. Həmişəki qaydayla hər dəfə dərslərimizdə necə eləmişik, bu səfər də o üsullardan istifadə edəcəyik. Deməli, dərs səhifə 50-də tapşırıq nömrə 1. Mən deyəcəm, siz sayacaqsınız. İndi ilk növbədə biz neçə rəqəmli ədədləri keçdik? 3 rəqəmli ədəd. Yaxşı. Mədinədə görüm. Birinci mərtəbədə hansı ədədlər yerləşir? Təkliklər. İkinci mərtəbədə Onluqlar, üçüncü mərtəbədə yüzlüklər. Yaxşı. İndi biz həmin 3 rəqəmli ədədləri deyirik və tələsmədən növbənə birinci 1-in ritmik sayına, sonra 10-un ritmik sayına, sonra 50-nin, sonra 100-ün ritmik sayına bu ədədləri ardıcıl deyək. Yaxşı. 340, deməli 46-dan sonra ritmik say 1-in ritmik sayı. 347, 348, 349, 340, 49, 350, 50, 351, 353, 354, 355, 356. Aferin. İndi getdik 10-un ritmik sayına. Mədinə, başlayaq səndən. 160-dan sonra neçə gəlir? 170, Dəniz, 190-dan sonra neçə gəlir? 200. Ümid, 200-dən sonra neçə gəlir? 210, 210, aferin. 210, 220, 230, 240, 250, 260, 270, 280. aferin. İndi 100, 50-50. 50-50 ritmik sayına sayacağız. Mədinə, başlayaq. 150-dən sonra. 200, 300, 200-dən sonra 50-50. 250, Ümid, 300, 350, 400, 450, 450, 450-dən sonra neçə gəlirdi? 400, 400, 460, 450-dən sonra Ayxan neçə gəlir? 400, 450-dən sonra 50 artırır. hə 450'den sonra 400, 400 yox, kim bilir? 400, 500, 500, 500, 500'den sonra 500'den sonra 600, 5, 50, 50, 550, Ay sağ ol. 600, 550'den sonra 550'den sonra 600, Aferin. 650. aferin. Yaxşı uşaqlar, indi 100'ün ritmik sayı. Nəzərə sənlə başlayaq bu dəfə. Qayz eləyək ki, 200'dür. 100 sayaq. 210, 200, 100'ün ritmik sayı. 100, 200'ün üstüne 100 gəl. 300. 400, 500, 600, 700, 800, 900, 1000, 2000, 1000'in üstüne 100. 1100, 100, 1000. 1200. Aferin, 1200. Yaxşı uşaqlar. İndi ədədi yüzlük və onluqlara ayıraq. Hərəyə bir ədəd deyəcəm. Deməli, yüzlük, onluq və təhliyə ayrılacaq. Diqqətli olun. Mədinə, 187. 87 ədədində 7 təklik, 8 onluq, 100, 100, Bir yüzlük. 100. Bir yüzlük. Ümid, sən dedin. 350. 350, 50 onluq, Tələsmə. 350'de 0 neçə? təklik, Aferin. 50 onluq, 50 300, onluq yox. 5 onluq, Aferin. 300'lük, Aferin. Yəni 236. 206 təklik, 3 onluq, 200'lük, Nəzrin sən 405. 405, 5 təklik, 0 onluq, 4 yüzlük. Sonra ayla 210. 210'da 0 təklik, 1 onluq, 2 təklik, 2. 2 yüzlük. Aferin. Həsən sən 374. 374'te 4 təklik, 7 onluq, 4'te yüzlük. Yaxşı. Orada 300 olmalıdır, zərər yoxdur. Onu 474 götürdünsə problem deyil. Ayşə sən 212. 212, 2 təklik, Hə. 0, 212. Hə, 1. 1 onluq, 0 yüzlük. Yox, 0 yüzlük yoxdur. Mən dedim 212. Hə. 2 yüzlük. Aferin. Ayxan, sən 465. 465, Təhlükdən başla. 5 oldu. Dört. 5 təklik.
0 onluq Hə. 5'də 100. Yaxşı, sən 505 götürdün. Yaxşı, Dəniz 500. 500 0 təklik 0 onluq 500. Afərin. Nəzrin sən 222. 2 təklik 222 mi? Bəli. 2 təklik 2 onluq 1 2. 2. Afərin, sən o unuttun 122. Yaxşı uşaqlar. İndi gəlin belə eləyək. Qruplara bölünək. 3 qrupa bölünün. Biraz burada durun. Yaxında durun Nizamcı. Nəzrin keç bura bu qrupa. Hə, bir dənə məsələni oxuyun sonra ayrılarsın. Qulaq asın. Amma müzakirə pıçıltıyla gedəcək ki, digər komandalar bilməsin. Məsələni oxuyun. Diqqətli olun. Samir pul qabındakı 4 ədəd qəpik pulun ümumi məbləği 55 qəpikdir. Samirin pul qabındakı 4 ədəd qəpik pulun ümumi məbləği 55 qəpikdir. Onu hansı qəpiklərlə ayıra bilər? Onu hansı qəpiklərlə düzəldə bilər? 55 qəpik qəpiklərdən yığın. Ayrı kənara durun pıçıltına. Çox uzağa getmə Ayla.